Bir daha xoş gördük hər birinizi. Yeni bir izahla qarşınızdayıq. Videolarımız sizin üçün önəmli olursa, faydalı olursa bəyənib, yorum yazıb paylaşmağı unutmayın. Onlayn dərslərimizə qoşulmaq istəyən ibtidai sinif Azərbaycan dili ixtisası üzrə müəllimlər profildəki nömrələ əlaqə yarada bilərlər. Deməli, bugün zərf haqqında bir izah verəcəyik. Məsələmiz nədir? Deməli, tez, bir də tez-tez. Bu iki zərf həm tərzi hərəkət, həm də zaman zərfi kimi işlənə bilir. Necə olur? Deməli, cəld, sürətli, bir də vaxtından əvvəl, davamlı, mütəmadi mənasında işlənə bilir. Deməli, cəld, sürətli mənasında işləndikdə, məsələn, deyirsən ki, tez-tez danışır. Necə danışır? Tez-tez. Bu artıq olur tərzi hərəkət. Vaxtından əvvəl davamlı mənasını verirsə, mütəmadi mənasını verirsə, bu olur artıq, məsələn, deyirsən, tez-tez bizə gələrdi. Yəni, mütəmadi, davamlı, bu mənada bizə gələrdi. Nə vaxt? Bu artıq olur zaman zərfi. Deməli, yadda saxlayırıq ki, tez, bir də tez-tez zərfləri vaxtından əvvəl, davamlı, mütəmadi mənasını verirsə, zaman zərfi mənasında işlənir. Cəld, sürətli mənasını verirsə, tərzi hərəkət zərfi mənasında işlənir. Sağ olun.